Yəni bu Allaha xatir çox maraqlıdır ya. Allaha xatir xalqıma benzini baha verirəm, erməniyə isə ucuz verirəm. Allaha xatir. Qaz hara getdi, nə hara getdi, nə lazımdırsa dünya hərcə. Həqiqətən mənim maraqlıdır. Adam Allaha görə, Allaha xatir öz məscidlərinə qazı, işığı pulsuz verə bilmir. Allaha xatir öz məscidlərinin oruçdanlarına iftar verə bilmir. Bu necə Allaha xatirdir? Allaha xatir imkansız kasıb ailələrə iftar süfrəsi verə bilmir. Belə Allaha xatir olur. Allahın adından istifadə edib cəmaatı aldatmayın. 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başlamışıq. Kilsələrə? Kilsələrə, bəli. O kilsələrin içərisində erməni kilsəsi var. Bəli, erməni kilsəsi də var. Onları da pulsuz qazla təmin edirik. Allah yolunda belə. Allah yolunda. Pulunuz var, amma hörmətiniz yoxdur. Nə Allah qatında, nə cəmaatın içərisində. Niyə? Çünki Allahın adından istifadə edib cəmaatı aldadırsınız. Hər kim Allahın adından istifadə edib cəmaatı aldadsa, bədbəxt olar, zəlil olar, abırı gedər. O dünyasını dəyişəndə ona rəhmət yox, lənət oxuyacaqlar.